Böyük hərbi təcrübəyə, sınanmış döyüş taktikasına malik Yunan-Makedoniya birləşmələri önündə tab gətirmək asan olmasa da, İran ordusunun ayrı-ayrı hissələri, hətta bəzi sahələrdə üstünlüyü ələ alırlar. Bu zaman İskəndərə məlum olanda ki, sağ tərəfdən artıq Daranın qoşunları onu sıxışdırır, yenidən öz qüvvəsini sağ tərəfə yönəltdi və oradakı Dara Əhəməli qoşunlarına məğlub etdi. Və bununla da bu döyüşün taleyi bununla həll olundu. İskəndər öz yürüşləri ərzində ilk dəfə olaraq böyük itkilər verməsinə baxmayaraq qələbə çalır. 3-cü Daranın döyüşün sonunu gözləmədən cəng meydanından qaçması ona Əhəmənilər imperiyasının mərkəzinə doğru irəliləməyə imkan yaradır. İran ərazisi təxminən Mısırın ərazisindən tutmuş ta Orta Asiyaya qədər Makedoniyalıların əlinə keçmiş olur. Makedoniyalıların əlinə. Həmən bu müharibədə özünü çox möhkəm belə sərkərdə kimi göstərmiş Atropat. Atropat qısa bir müddət içərisində elə bir şəxsiyyətə dönür ki, onun haqqında Yunanlar danışmaya başlayırlar. Əhəmənilərin Makedoniyalılara məğlubiyyətindən sonra Atropat bir müddət İskəndərin hakimiyyətini qəbul eləyib, onun huzuruna getmir. İskəndər onu Midiya hökmranlığından uzaqlaşdırsa da, biraz sonra eramızdan əvvəl 328-ci ildə bu məğrur satrapı yenidən öz vəzifəsini təyin edir. Görünür, Atropat Midiyaya yürüş ərəfəsində İskəndərə öz sədaqətini sübut eləyə bilir. Hər halda Makedoniyalı Fatih Atropatenanın sərhədlərinə yaxınlaşsa da əraziyə girmir. Beləliklə Atropat Midiyanın indiki Azərbaycana aid olan hissəsini, Kiçik Midiyanı toxunulmaz saxlayır. Yunan tarixçisi Strabon yazırdı. O öz ölkəsinin Makedoniyalıların əsarəti altına düşməsinə imkan vermədi. Eramızdan əvvəl 328-ci ildə Nisa dözündə orada gözəl atılğılar vardı. Atropat indicən Azərbaycan ümumiyyətlə qədim atları ilə də məşhur idi. Ordusu üçün at seçəndə Atropat da bunun yanındadır da bir neçə gün Atropat qaldı İskəndərin də yanında. İskəndər 328-ci ildə eramızdan əvvəl Hindistana yürüşünü davam edərkən artıq Midiya satrap təyin eləyir Atropatı. İskəndər Hindistanda olarkən sonra bilirsiniz ki, getdi oradan Hindistandan qayıtdı, Hind çayıyla da, Qanq çayıyla da üzdü dənizə qədər. Oradan ordu üzə durur, daha getmək istəmir, yorulmuşdu, böyük ərazilər tutmuşdular. Qayıdıb gəlir, qayıdıb gələndə o İskəndər Hindistanda olarkən arxa cəbhədə İranda bir nəfər Baryaks adlı bir nəfər üsyan qaldırır, özünü padşah elanlayır. Müstəqil bir dövlət yaratmaq istəyirdi Baryaks. Lakin onun imkanları o qədər müstəqil dövlət kimi dövlət yarada bilmədi və Baryaks qısa bir müddət içərisində tutulub Yunanlara verilmiş oldu. Atropat öz ixtiyarında olan ordu hissələri ilə İskəndər gələnə kimi Baryaksı əsirləmişdi və İskəndər gələrkən ona tabe verir. Bu bilir ki, İskəndərlə burada müqavimət göstərmək, xalqını məhv etmək deməkdir. İskəndərin bu təbii ki, xoşuna gəlir, daha da çox etibarını qazanır. Eramızdan əvvəl 324-cü ilin mart ayında İskəndər Hindistan yürüşündən Suza qayıdır. O özünü Allah elan eləyərək Elladalı və İranlıların qarışığından ibarət yeni bir xalq yaratmaq fikrinə düşür. Suzda böyük bir toy mərasimi keçirərək eyni zamanda 2 İran şahzadəsi ilə evlənir. 80 ən yaxın əyanı isə elitar təbəqəyə məxsus Asiyalı qadınlarla nikah bağlayır. 10.000 Makedoniyalı əskər İranlı qadınlarla ailə qurur. Həmin toyda iştirak edən Atropat, Asiyanın yeni sahibləri ilə yaxınlaşmaq fürsətindən məharətlə bəhrələnir. Qızını İskəndərdən sonra ən böyük Yunan sərkərdəsi,
imperiyanın ikinci şəxsi Perdikə verməklə öz siyasi mövqeyini daha da möhkəmləndirir. Bunun da böyük əhəmiyyəti var idi Atropat dövlətinin müstəqil dövlət kimi yaranmasında. Əgər bu hadisə olmasaydı, bəlkə də müstəqil dövlətə çevrilmiş olmazdı. Sonra Midiyanın paytaxtı Ekbatana gələn İskəndər burada eşrət məclisləri təşkil edir. Elladadan gələn teatrların tamaşalarını, idman yarışlarını izləyir. Atropatın əyləncəyə gətirdiyi 100 atlı qadın, Amazonkalar burada döyüş bacarıqlarını nümayiş etdirirlər. Bunu Yunan mənbələrində deyirlər Amazonka. Əslində hərbi həyatda iştirak edən qadınlar idi bunlar. Görkəmli, bu onu göstərir ki, doğrudan doğruya bu dövrdə Midiyada hərbi həyatda iştirak edən çoxlu qadınlar var idi. Atropat İskəndərə və onun əyanlarına yaxınlığı, siyasi fəndgirliyi ilə ölkəsinin nisbi müstəqilliyini və öz hakimiyyətini qoruyur. Eramızdan əvvəl 323-cü ilin iyununda Babildə İskəndər vəfat edir. İskəndər öləndən sonra Roxana arvadı hamilə idi, uşaq gözləyirdilər. Fikirləşirlər ki, əgərsə oğlan olarsa o olsun padşah. Bir də İskəndərin bir ögey qardaşı var, Filip Arridi. Onu təyin edirlər padşah və də Roxananın oğlu olarsa. O hələlik isə regent olur Perdiki, Atropatın kürəkəni. Yəni burada Atropat yenə də səlahiyyətli bir adamdır. Atropatın kürəkəni Perdik imperiyanın regenti təyin olunsa da, eramızdan əvvəl 321-ci ildə öldürülür. Əyalətlər bir neçə dəfə yenidən bölüşdürülür. Heç bir bölgəyə düşməyən kiçik Midiya Atropatın sayəsində toxunulmazlığını qoruyub saxlayır. Əminliklə demək olar ki, eramızdan əvvəl 321-ci il kiçik Midiya, Atropatena, Azərbaycanın müstəqillik qazandığı ildir. Bu proseslər göstərdi ki, Azərbaycan qısa bir müddət içərisində bütün vasitələrdən istifadə edib böyük bir qüdrətli bir dövlətə çevrilmiş olur. Bu dövlətin başında da Atropat dururdu. Bu dövlətin tarixi yaxşı bəlli deyil. Lakin birazdan sonra bütün hadisələr göstərdi ki, Atropat dövləti güclü bir dövlətə çevrilmiş olur qısa bir müddət içərisində. Yeni dövlətin Atropatenanın yaranmasına mövcud tarixi şərait özü zəmin yaratmışdı. Bu ilk növbədə regionun digər ərazilərlə müqayisədə yüksək iqtisadi, sosial mədəni və siyasi inkişafı ilə bağlı idi. İkinci tərəfdən siyasi şəraitin özü istər İskəndərin sağlığında, istərsə də onun ölümündən sonra kiçik Midiyanın dağıdıcı müharibələrdən kənarda qalması buna rəvac verirdi. Atropatın qohumluq əlaqələri də bu işdə az rol oynamırdı. Əlbəttə ki, bu görkəmli sərkərdənin şəxsi keyfiyyətləri, yadellilərə tabe olmaq istəməyən yerli xalqın onu dəstəkləməsi müstəqil dövlətin qurulmasında öz sözünü deyirdi. Atropatena dövlətinin özünə məxsus zəngin həm mədəniyyəti, həm də siyasi tarixi var. Dövlət çətin maqamda yaranırdı. Nəhəng Fars imperiyası, Əhəməni dövləti dağılır. Və belə bir çətin dövrdə Azərbaycan cənubunda vahid dövlət yaranırdı. Və bu dövlətin yaranmasında əlbəttə ki, Atropatın dahi bir dövlət başçısı, dahi bir sərkərdəsi kimi şəxsiyyətin olması böyük rol oynadı. Strabon coğrafiya əsərində yazırdı. Midiya iki hissəyə ayrılır. Bir hissəni Böyük Midiya adlandırırlar. İkinci isə Atropat Midiyasıdır. Bu cür adlanma öz ölkəsinin Böyük Midiyanın bir hissəsi kimi Makedoniyalıların əsarəti altına düşməsinə imkan verməyən sərkərdə Atropatın adından götürülür. Atropat öz iradəsi ilə ölkəni müstəqil eləyib. Bu əhəmiyyətli dərəcədə hərbi gücə malik, meydana 10.000 süvari və 40.000 piyada çıxarda bilən bir ölkədir. Atropatena dövlətin yaranması Azərbaycan ərazisində müstəqil dövlətçiliyin bərpası demək edir. Çünki eramızdan əvvəl 6-cı əsrin əvvəllərindən Manna dövlətinin süqutundan sonra
Azərbaycanın ərazisində vahid dövlət yox idi. Və bu müstəqil dövlətin yaranması əlbəttə ki, inkişafda böyük əhəmiyyət kəsb edirdi və Azərbaycan xalqının formalaşmasında, o dövrdə Atropatena xalqının formalaşmasında böyük bir rol oynamışdı. Atropatena dövlətinin yaranması ilə məsələn orada Azərbaycan xalqının yaranması əmələ gəlir. Yəni bir vahid dövlətin tərkibində vahid dil, vahid mədəniyyət yaranır. Digər dövlətlərlə çox xeyli yaxınlaşır və bunun nəticəsində Atropatena doğrudan-doğruda şərqdə böyük bir dövlət kimi bəlli olur. Kiçik Midiya Şərqin ilk dövlətidir ki, Makedoniyalılardan müstəqillik almağa nail olub. Sözsüz ki, bu ilk növbədə Atropatın xidmətidir. Onun sülaləsi 350 il müddətində ölkəni idarə eləyib. Bu, qədim dünya üçün nadir hallardan sayılır. Atropatena 3 əsrdən çox müstəqil və yarım müstəqil şəkildə mövcud olub.